Görkəmli Azərbaycan aktyoru Rasim Balayev Elza Seyidcahanın yazdığı şeirlər haqqında öz fikrini bildirib. Buna bir deyən yoxdur ki, abala işinlə məşğul ol. Sən şair deyilsən. Elza Seyidcahan şeirlər oxuyur. Bilirsiniz nə? Və buna bir deyən yoxdur ki, abala işinlə məşğul ol. Sən şair deyilsən. Bir əlim balağımda, bir əlim papağımda. Sən həmişə varsan yanımda, yadımda. Bir əlim qabağımda, bir əlim dalımda. Yəsi yoxdur. O verilişin rejissoru yoxdur. Desin ki, bu şeirlər efirlik deyil. Bu şeirlər efirlik deyil. Bacım, qızım, gəlinim, nə bilim nəyim. Bu git ya. Qoy, yox, qovuruq qaytaq deyil bu. Elə onda mən çıxım ağzıma gələni danışım orada. Olmaz axı, bu efirdir bu. Bu efirdir qardaşım, bu efirdir. Sən hər bir evə girirsən o efirlə. Olmaz. Yoxdur axı. Yoxdur. Və zövqlər korlanır.